Dostlar salam, Qusarın Çiləgir kəndindəki kotejlərin birindəyik və burada əsas su təchizatı kollektorumuz durur. Sol hissədə görə bilərsiniz ki, bizim Warmhouse Eva 24 kondens tipli kombimiz yanıb, onun üçün kondensat çıxışı mövcuddur və kollektorlar. Yəni 5 kontur yuxarıda, 5 kontur aşağıda, bu isə su təchizatı kollektorudur. Kombin alt bağlantısı bu cür görsənir. Bu isə su təchizatı kollektorumuzdur. Deməli, su nasos vasitəsilə bu çıxışa verilir. Bu ehtiyat deməli borumuzdur, hansı ki nasosxanadan gəlir. Nasos suyu buradan verir, ərpin qarşısını alacaq filtrdən keçir və 3 kotecə paylanır. Bu hal-hazırda olduğum kotejdir. Üstündə hidrozərbə amortisatoru və təzyiq reduktoru var. Bu 2 növbəti kotejdir. Bu isə gələcəkdə olacaq 4-cü kotejin yeridir. Burada nə var? Bu Azərsudan gələn xətti, yəni şəhər xəttindən gələn xətti. Bu xətt hər zaman elektrik olanda bu avtomatik vintildir. Bu açıq olur və buradan su anbarına dolur. Elektrik kəsilərsə bu vintil bağlanacaq, avtomatik olaraq bu vintil açılacaq və şəhər xətti buradan artıq sistemə daxil olub, yəni olan təzyiqlə, neçə təzyiq olacaqsa o təzyiqlə kotejlərə gedəcək. Bu onun üçün lazımdır ki, su fasiləsiz olaraq bütün kotejlərə getsin və burada qalacaq insanlar heç olmasa müəyyən su ehtiyaclarını ödəyə bilsin. Bu qədər dostlar. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.